552. Leyla, baxırsanmı? Sağ ol. Əzəz adi dərəcədir. B variantı gedir. E variantı üstünlükdür. A variantında good sifətdir. C variantında bad sifətdir. D variantında well zərfdir. Sifət əşyanın necəliyini bildirir, zərf hərəkətin necəliyini. Deməli, bundan ötürü nə edəcəm? Cümlənin əvvəlinə qayıdıram. Play feilinə baxıram. Play nə deməkdir? Oynamaq. Hərəkət var bu feilimdə. Bəli, fiziki hərəkət var. Deməli, onun necəliyini zərflə bildirəcəm. D variantı. Sonra. Əlli üç. Enough. Adi dərəcə. C variantı. 54. A gedir. D gedir. E gedir. B qalır, C qalır. Deyir, o yıxıldı və ayağını zədələdi, incitdi. Feilim var burada. Feil zərf olacaqdı. B variantı. Bəddən sonra isim gəlməli idi ya da hərəkətsiz feil olmalı idi xəbərim. Sonra. 60. Yenə. Rather. Adi dərəcədir. C gedir. E gedir. B gedir. A adi, D adi. Fərqi nədir? A sifətdir, D zərfdir. Hərəkətimə baxıram, cümlənin xəbərinə baxıram. Answer, cavab vermək, bəli, feildir. İstisna feillərin içində var. Məsələn, istisna feillər hansılar idi? To be, to become, feel. Yoxdur ki, onların içində. Deməli, zərf istəyəcək. Bu da olur D variantı. 63-də. A little hansı dərəcədir? Müqayisə. A gedir. B-də morla er gəlibdir. E gedir, üstünlükdür. C gedir, adidir. Qalır D variantı. 66. Ofel üstünlükdür. İkinci tərəfdə. Bəli, ofel var, üstünlük. D gedir, verse müqayisədir. Müqayisədir. Bir saniyə, baxmalıyam. Bir də ikinci tərəfdə ofel üstünlükdür. D variantı getdi. E variantı getdi. Birinci tərəfdə baxıram görüm. A lot of people behave. Davrandı. Xəbərim var. Davranmaq zərf istəyəcəkdir. Çünki istisna feilin içində yoxdur. A variantında bad getdi. B qaldı, C qaldı. İndi baxıram ki, ikinci tərəfdə yenə behave gəlibdir. Davranmaq yenə zərf istəyəcəkdir. Zərfin üstünlüyündə də D artiklı yoxdur. Qalır cavabım B variantı. Sonra. A little hansı dərəcədir? Müqayisə dərəcəsi. B variantında maçdan sonra er ya da mor gəlməlidir. D variantı adi dərəcədir. E variantı adi dərəcədir. C variantı üstünlükdür. Qalır cavabım A variantı. Sonra. Deyin görək səhvlərinizi. 71. Remind. A variantı most test bir yerdə gəlməz. D variantı more er bir yerdə gəlməz. C variantı maçdan sonra er ya da more gəlməlidir. Deyir ki, mənə remind her, ona to come gəlməyi, sabah, səhər, erkən gəlməyi xatırlat. Deməli, burada come feili. Necə gəlmək? Erkən. Come feili istisna feillərin içində var? Xeyr. Deməli, nə istəyəcəkdir? Zərfin üstünlüyündə D artiklı ola bilər? Xeyr, qalır cavabım B variantı. Sonra. 76. 76-da dən müqayisə dərəcəsidir. A üstünlükdür. D adidir. Sonra C-də beta müqayisədir. Mora ehtiyacı yoxdur. B qalır, E qalır. Deyir ki, mənim böyük bacım. Burada nəyi görmürəm? Sings. Dən I do. B variantında səhv nədir? Badly kökdən dəyişir, verse olur. E variantı. Dedik ki, bütün elvaylar morla, mostla düzələcəkdir. Amma iki dənə istisna var ki, biri earlydir, o şəkilçi ilə düzəlir. Badly isə kökdən dəyişir. Qaldı cavabım E variantı.
Sonra əzəz adi dərəcədir. A getdi müqayisədir. B getdi üstünlükdür. C getdi. D qaldı. E qaldı. D sifətdir. E zərfdir. İndi gedirəm xəbərimə. Do etmək feili istisna feillərin içində var. Sifət istəyən feillərin içində var. Yoxdur ki, demək o zərf istəyəcəkdir. E variantı. Sonra 400'e baxaq. 400-ə qədər var. 83. 83-dən. Baxaq. B variantı Mosla S bir yerdə gəlməz. C variantı maçdan sonra er ya da mor gəlməli idi. E variantı morla el bir yerdə gəlməz. A qalır, D qalır. Deməli, onun deyir 8-ci kitabı come out çapdan çıxır. Come out istisna feillərimin içində var. Sifət istəyən feillərdə var. Deməli, nə istəyəcəkdir o? Zərf. Zərfin üstünlüyündə D artiklı olmaz. Qalır cavabım A variantı. Sonra 90. A-da morla er bir yerdə gəlməz. B-də mosla S bir yerdə gəlməz. C-də maçdan sonra er ya da mor gəlməli idi. D variantında sifətdir. E variantında zərfdir. Gedirəm xəbərə. She didn't tell. Tell demək, söyləmək. İstisna feillərin içində var. Sifət istəyən feillərin içində var. To be, to become, to feel, to seem. Yoxdur ki, deməli bu zərf istəyəcəkdir. D variantda getdi, qaldı E. Zərfin üstünlüyündə D artiklı olmayacaqdır. Sonra 93-dən. Deməli is A-da morla er bir yerdə gəlib. B-də maçdan sonra er ya da mor gəlməlidir. C-D, E variantı qaldı. Burada to be sizə aldatmasın. Sadəcə o, to be üstəgəl participle to-dur. Məchul növdür. Məchul növün to be-sidir. Əsas feilim deyil orada. Recommend tövsiyə etmək. Tövsiyə edildi deyir. Tövsiyə etmək istisna feillərin içində yoxdur. Yoxdursa, mən deməli, Z ilə verə bilmərəm. Çünki zərfdir. Mənə C ilə D variantı qaldı. High həm sifət, həm zərfdir. Highly ancaq zərfdir. Fərqi nədir? Highda həqiqi mənada yüksəklik var. Amma highly yüksək dərəcədə deməkdir. Demək, kitab deyir, müəllimlər tərəfindən yüksək dərəcədə tövsiyə olunur. D variantı olacaqdır. Başa düşdünüz? Yəni, orada is sizi aldatmasın. Is orada to be participle to passivin tərkibindədir. Əsas feilim recommend feilidir. Recommenddə tövsiyə etmək istisna feilin içində yoxdur. Zərf istəyəcək. A variantı morla er bir yerdə gəlməz. B variantı maçdan sonra er mor gələr. Zərfin üstünlüyündə Z artiklı olmaz. C qalır, D qalır. Tövsiyə edilir. Yüksək səviyyədə olacaqdır D variantı. Sonra 400. 400-ə qədər var yenə. Xeyr. 400 baxaq görək. B variantı mosla S bir yerdə gəlməz. C variantı maçdan sonra er ya da mor gələr. E variantı erlə mor bir yerdə gəlməz. A qalır, D qalır. Christmas deyir görünür. To come erkən gəlməyi. Erkən görünür yox ha. Erkən gəlməyi görünür. Gəlmək feilinə baxıram burada. Gəlmək də istisna to be, to become, to feel, to seem, to get, to turn, to stay. Bunların içində yoxdur. Demək ki, zərf istəyəcək. Zərfin üstünlüyündə də D artiklı olmur. Qalır cavabım A variantı. 401'də. 401-də deməli rather adi dərəcədir. B variantında more difficult, C variantında most difficult gedir. İkinci tərəfdə yenə had been accomplished, yenə də accomplished gəlibdir. Mən zərf verməliyəm. D variantında successful sifətdir. E variantında ly veribdir, most Z veribdir. Zərfin üstünlüyündə Z artiklı olmaz. Qalır cavabım A variantı. Sonra gedə bilərsən. 406. 406-da very adi dərəcədir. Verse getdi. Və cümləmin xəbəri isdir. Isdə nədir? To be feilidir. To be də özündən sonra sifət istəyər. Zərf istəməz. C getdi, E getdi. Sonra sağ ol. İkinci tərəfə gəlirəm.
How can you? Hə, so gördüm orada. Adi dərəcədir. D-də verse getdi. Qaldı cavabın B variantı. Oldu mu? Vermeye başlasın. Ne gidebilirim hazırım. Gedə bilərsən. Sonra var. Qızlar səhvlərinizi deyin. 5, 405. 405. Deməli, 405-də sing mahnı oxumaq istisna feillərin içində yoxdur. Demək ki, mən onu zərflə işlətməliyəm. A sifətdir, C sifətdir, E sifətdir. Zərfin üstünlüyündə D artiklı olmaz. Qalır cavabın B variantı. Deyirəm ki, bütün elvayların, zərflərin müqayisə dərəcəsi morla, üstünlüyü mostla düzəlir. Ancaq diqqət edirəm ki, 2 dənə elvay var ki, biri bədlidir, kökdən dəyişir, örlü də şəkilçi ilə düzəlir. Sonra var yenə. İndi başa düşdü. 422. Nöqtələrdən sonra dostlar gəlibdir, sifətdir, isimdir, sifət təyin eləyər. Baxıram ki, E artiklı vermərəm, çünki ismim cəmdədir. D variantı vermərəm, bestin D-si yoxdur. İkinci tərəfə gəlirəm, very adi dərəcədir. B variantında beta müqayisə dərəcəsidir. E variantında best üstünlük dərəcəsidir. Qalır cavabım A variantı. İkinci tərəfdə də niyə zərf olubdur? Nə o bilmək deməkdir? Bilmək zərf istəyəcəkdir. Oldu mu? Sonra? Best ne oldu? Best çünki veri var axı. Veridən sonra adi dərəcə gəlir. Best üstünlükdür. Sonra? 25. Zən var, müqayisə dərəcəsidir. A-da maçdan sonra Eriyada mor. D variantı üstünlükdür. E variantı da getdi. C-də də erlə mor bir yerdə gəlməz. B variantı. Bəli. Cevap ne oldu? B variantı. Sonra bitdi. Bu qədər. Evdə bunun davamı 450-yə qədər vermişdim. Neçəyə qədərdir bu? Çoxdur, hə? 550-yə kimi yazacaqsınız. Çünki sifətlə zərf bu testləri yaza bilirsənsə, demək ki, artıq sifət zərfi öyrənmirsən, mənimsə.